Aynı zamanda qəşəng nöqtələrə işarə elədiniz. İndi biz cəmaatın içinə gedəndə adam elə irtibatı var da, dükana girsən, bazara girsən, xiyabana, küçəyə girsən. Mən çoxlarından eşitmişəm. Deyirlər ki, biz iştibah elədik, ay biz işçilərə verdik. Yəni şayət də üstdən belə bir formul verilir. Senaryoya pəşimansazi mərdum fizişyana ki, fizişyanın müxalifləri çox bunu təbliğat edirlər, çoxsa edirlər, məxsusən bu İran şəhərlilər. Mən öz təhlilimdə ay fizişyan bilmirəm, ya əmdən, ya səhvən bir vifaq kəlməsi işlətdi. Mən özüm şəxsən təhlilim budur ki, vifaq bir dənə böyük bölküdür. Ya ay fizişyanın başına qoydular, ya ay fizişyan millətin başına qoydu. Xuba, sən vifaq deyirsən, kabinəni təşkil verirsən, tamam. Bizdə məhdudiyyət hayı, riyasət cumhuriyyət lazı, saxtarı, qanunu filan, mən bunları bilirəm. O şayət o vəzirlər ki, ay fizişyan nəzəri var idi, onlar olanmayıblar. Və hər hal bunlara nəzərləri var da. Mən əz lazı müdiriyyəti istəsəm söhbət edəyəm, əz lazı şəxsiyyəti yox. Mən bu vəzirlərin içində bir vəziri görmürəm ki, qəddi qəvariyə vəzirdə ola. Hansı vəzirin üstünə əl qoyursan, sən görürsən bir dənə faciədir. Məsələn, vəziri rahçıya gedir, Ərdəbildə oradan qayıdır, gedir, müdürkulli furtqahların iblağını ləğv edir. Ya, sən sərbaza deyib, sən mənəcə axtarırlar. Xanım vəzir, sən gəl tabiə qanunu furtqahlar olasan ki, özün məsulü olarsan. Əgər mənə şəxsini axtarırlarca, səni də axtarırlar. Və sənin kifində nə var imiş ki, istəmirdin axtarırlar? Ya biləyən ağırlıq gəlir. Yəni, bu cür bəhslər, bu cür söhbətlər, vizarət irtibatata getkinlər, vizarət irşada getkinlər, Beqol cənabiz, nə dəyişiklər oldu? Yəni, o vəzirlə bu vəzirin nə fərqi var? O vəziri kişavərzi ilə o vəziri kişavərzinin nə fərqi var? Millət indi deyirəm, mən peşmanam. Bu peşmançılıqda nəzəri bizə çox yekəyə baxacaq. Çün biləxərə bəd az Cumhur İslami əvvəlin fərdi ki, türlərin içindən rəsumulu ay fizişyandır. Ay fizişyan bu dəstfərmanla, bu cür ehsas zəflə, bu cür natəvanlıqla eləyə bilə qabağa gedən mən ayəmlərini çox roşan görmürəm. Siz nəzərinizə bu senaryoyu pəşimansazı ki, başlanıbdır, rəy verənlər deyirlər, biz iştibah elədik, ay fizişyana rəy verdik. Bu axırı hara yetişəcək? Ay fizişyan istəyir bu vəziyyətlə neyniyək? Çünki ay fizişyana nəzər dedim, mən bu vədələri verirəm. Şəbəkəyə məcaziyə vədə vermişəm, rəfi filtring eləyəm, dəryanı belə eləyəcəyəm, usulü 15-19 qanun əsasını belə eləyəcəyəm, onu belə eləyəcəyəm. Ey millət, eləyənməsəm, ya qoymasalar eləyəm, istefa verəcəm. Xob, indi sən 15 ayda gəlmirsən. Xob, indi ya eləyənmirsən, ya qoymurlar eləyəsən. Nəticə həməndir. Nəticə odur ki, feylən bir quşayışı yoxdur, feylən bir irəliş yoxdur qabaqda. Siz bunun nə tövsiyə edirsiniz? Yəni, cəmaət neynəsin? Ay fizişkənə dubara indiqatları başlayaq, millət. Xob, İran şəhərlər də onu istəyirlər. Yəni, onlarla biz həmnəvi oluruq. Sukut eləyək, zəf ay fizişkən, zəfi xalqı türkdür. Bunu biraz da açıqlayasınız. Ərz eləyim, müxtəlif elədə məndən sual edirlər. Ki, siz inqilab eləməkdə pəşimansız ya yox? Yəni, mən pəşiman deyirəm ki, inqilab elədik. Mən pəşimanam ki, ayağımızı qoyduq o şahın ayağını yerə. Biz o iki nəzərimiz əvvəldə bu arada nə şərqi, nə qərbi, Cumhuri İslami olmadı. Biz buna peşmanıq. Bəcərlə inqilab yap yerindəydi. Halında kim əhli elədi, eləmədi, o bimanət bizayı xud. Əsl inqilab mərdum çıxdılar səhnəyə və inqilab elədi. Bizim də ay meydan, rəy verməkdə fizişyana iştibah eləməmişik. Biz fizişyana rəy verməsəydik, fərdi misli Cəlili, fərdi misli Qalibov, fərdi misli Zakani məsələn. Zakani bir də vardı, vəzir-i müxaricə bir zaman. Muttəki. Ya bu qadın. Ay Zərifi ki, gəlmədi. Yox, qədim 20 il vəzir-i müxaricə İranıdır.
Ay vilayəti. Ay vilayəti. Ay vilayətiyə bir cərəyan oldu Tehranda. Danışırdı bir iddiayla. Mən dostlara dedim, siz gedin bağaya deyincən Abay doktor Əlgeçbəri vilayəti. Xahiş edirik sən öz adın bizə deyicin. Əgər eləyə bilsə, desəm mən Əlgeçbəri vilayətiyəm, tamam. Haqqımız cəhətizə. Nəxusuzlar olardı, nə mənə deyirlər, vəzir-ül müxaric olardı. Haqqımız indi də gərək əməkar olar. İndi də məmləkəti şey belə ona. Bu, az nəzərim məğzi, mərzliyib. Ayı təbəkkülü, az nəzərim məğzi mərzliyib da. İndi bu eləyə bilmir adını deyə. Sən yine başlamısan, bu bizim ağamızdır, nə desə odur. Biz fizişyana rəy verməsəydik, bu cübi adamlara rəy verəsəydik. Zakanı sən fikirsən, Zakaniyə rüşvə verdi Şəhdadiyə, Tehranı gedib oturub yerində, Tehranı ota çəkər. Cəliliyə bir dənə bir imtiyazlar verirlər, gedib oturub yerində, yoxsa fizişyan, 50 dənə fizişyanı ota çəkər. Biz əgər fizişyana rəy verməsəydik, bir adamdır salim, pakdəst, bir adamdır bir qolu. Bir miqdar münacət deyirlər ki, sən məmuri icrasan, sən danışma, çox danışma, sən əməl elə. Sən gərək əməl eləyəsən, mən gərək danışam, intiqad eləyəm bilən. Mizin o tərəfində olan qazıdır, rəy verir, hökm yazar. Mizin müqabilində olan özümdən düfələr, ağa valla, mənim günahım yoxdur, mən yaxşı adamam, mən dünya pərəst əyirəm, millət pərəstəm filanam, beymanam. İndi bərək olub, hayır meydan. İndi qazı, bir qolu, rəy müsqədanlıq eləyir, müttəhəm o dillal olub, oturub boymuzda danışar. Baba, müttəhəm danışar, qazı qulaq asar. Sən rəis umursan, sən əməl eləsən, nəqdeyin, intiqadeyin mən elərim. Axı sən kimə deyirsən? Mən deyirəm sən, bizim pulumuz niyə belə oldu, bahalıq niyə belə oldu, ət niyə belə oldu, nə midanəm. Hər nədə məmləkətdə görürük məsailə. Sən kimə deyirsən bunlara? Sən əməl adamısan. Sən gərək əməl eləyəsən. Sən gərək gedəsən rəis umurluqda deyəsən, böyüm biz nə iş gördük bu millət? Böyüm bunlar niyə Dötü Mehran, niyə Nəbid Azərbaycan tərəfləri, niyə İsa Nəzəri dünən kimin mənim tərifliydilər, güya çıxartmışdılar, gündə bir məqalə yazırdılar mənim tərifimdə, indi narahatdırlar. Amma mən deyirəm, bəzbədə mən həmişə düşməndən acığım gəlməz, xoşum gəlir. Bəran ki, İran kimi məmləkətdə düşməndir ki, səni böyüdə bilər. Mən gözüm deyəməyəcəyim, mən hökumətindən müxalifəm, filanam, beymanam. Bir dənəsi tapılar, Summulu Təyyib kimi, digər ay nəzəri müxalifi dövlətdir. Bu mənə təbliğ edir. O sözü ki, mən özüm deyəmirəm, bu deyil. Dötü şəriəti rəhmətdir. Bir gün dedi, mənə deyirlər ziddi şahsa. Mən ki, özüm dilimdən deyəmirəm ziddi şaha. Əkəldən qurullar desinlər. Mən təbliğ olub. Bəzbədə düşmən adamı təbliğ edir. Mən gedərdim, məsələn, bu intihabat ayı əncümən oğlu Murabbiyanda görərdin, üzr istəyirəm, o xanımlar ki, ərlər orada kandiddə ona rəh verməyiblər. Niyə? Bəran ki, tanır da göy də bu evdə neyniyib, neynəməyib. Bir aydısına rəh verir. Odur ki, düşmən pis deyil. Düşmən həmişə yaxşıdır. Müxalif, müntəqid. Bunlar adamı bir istilah, nədir deyim, fulada abdidirlərlər. Sən bir dənə oğlanı tut, aparo tut bir dənə qaxda, heyvə yesin, filan eləsin, axırda bir dənə tıxmır, bir adam olur, cəvəy meydana. Bir dənə də yetim uşağı ötüb sölə, geçsin özü axtarsın, dağda, daşda, otdan, göbələkdən, filandan, beymandan, yesin özünü biraz geçərsin, olsun bir 15 yaşında, 20 yaşında dünya dolandırır. Tamam o kəsləri ki, müvəffəqdirlər, onlar deyirlər ki, dədələr, Teslası vardı, nə midanəm, kaxı vardı, filanı vardı. Onlardırlar ki, bu şəhərin indi böyük sərmayədarları, onlardırlar ki, dədələr işlərlə gəliblər, burada kül dağıdırdılar.
bağlara filanlara, behmanlara. Mənzurum yəni müxalif pis deyil. Müxalif həmişə pis deyil. Odur ki, ağay Pizişyandan mən bilmirəm, bizlərə ki qoymurlar da görək. Qabasalar görək, ya görsəydik də, indi qoymurlar. İndi ağay Rəhmanı bu da qoymaz nəzəri ilə Pizişyan. Hətta bir məsirdə qərar tapala birdən uzaqdan bir nida verər, filan verər, behman verər. Ərz eləyim, ona görə odur ki, əhli yetişir buna, desinlər ki, Azərbaycan nə mənədir, nə olubdur. Biz istəmirik, bir qoldu sən, qatışaq bir səfər ki, o səfərdə İran şəhərlər var, pan-İranistlər var, bərəndazlar var. Biz bərəndazla istəmirik, bahəm olaq, bir nəfəri aradan aparmağa. Ay Pizişyan, kuşun yığ başan, il yarım geçti, qaldı 2 il yarımda. 2 il yarımdır gözün aşım geçir. Bu fəlakətlərin bir zərrə o fəlakətlər için dedim da nə elmi ihtiyacı var, nə sərmayə ihtiyacı var. Bir yerdə ay ustandar türkü danışıb, sənin qulağıyan gəldi, sənin Sultanqunca ihtiyac ustanlardır. Nümayəndəyə əvvəli dövlətlər ustandır, türkü danışıb yaxşı eləyib, gözünüzü çıxar. Və sən niyə ustadında farsı danışırsan, heç səslərinə bir söz demir. Mənzur bunlar, üzr istəyirəm, o kişilərləri ki, hətta öz kişilərlərində Əraqda rəsmiyyətə tanınmayıb, onlar bura gələndə gedirlər, təzim edirlər. Və qolu, xud Əraqda bu ağayı Barzanını hələ dövlət Əraq rəsmiyyətə dövlətini tanımayıb. Deyirəm, mən hər zaman qudrətim olsa, gəlib həmlə eləyəcəyim, sən aradan aparam. Çünki oranı Amerika bölübdür. Suriyəni Amerika istəyir böyle. İranı da Amerika istəyir, eyni Suriye kimi, eyni Əraq kimi böyle. Bir tane narahat eləyə, Azərbaycan bura deyir, mən istəyirəm ayrılır. Bəluçistan niyə mən ayrılırım? Ərəbistan niyə mən ayrılırım? Niyə? Çünki İrandan bizə bir şey yok. Bizim dədə babamızın bir sözü var, çox üzr istəyirəm, biyədəbanə də olsa. Deyər o şeydən ki, mənə yox, içinə fox. Mənim vaxtı bu məmləkətdə səhmim yoxdur. Mən neyim sən? Fassan ya qeyri fass. Mən öz dilimdə danışacağım. Ustanlar da gələk, mənim dilimlə danışar. Axı sən bir ustanlarla gəlsədi qoydum burada. Mənim dədədənən fası başarmır. Olanım danışa bilməzdi əslən. Bu kimə gəlib xidmət edir? Bir adam ki türkü danışmasa, əslən bu ustanın dərdim bilənməzlərdir. Biraz da gələk kürdü bilə, o kütlənin dərdim bilə. Vaxtı sən bir dilinlə danışırsan ki, səni xuş eləmirlər, qorxurlar səndən, nə xidmət edə bilərsən? Çox təşəkkür Nəzəri. Videomuz kamil idi və inşallah gələn videolarımızda da bir ayrı mövzulara toxunarıq. Çox təşəkkür. Çox məmnun.